gün mən sizə günümüzdə rast gəldiyimiz maraqlı və aktual xəstəliklərdən biri olan anal qaşınma haqqında danışmaq istəyirəm. Buna pirovitis ani də deyilir. Son zamanlar bu xəstəliyə çox tez-tez rast gəlirik. Baxmayaraq ki, əvvəllər çox az olurdu. Bunun bir neçə səbəbi var. Əsasən düzdür, anal qaşınmanın səbəbi anal çat və babasil olur. Biz baxırıq xəstədə uzun müddət davam edən anal çat və babasil varsa, bunlar qaşınma verə bilir. Lakin bəzən anal çat və babasil olmayan xəstələrdə belə anal qaşınma olur. Bunun səbəbini artıq biz axtarmağa başlayırıq. Belə də bir şey deyim. Xəstələr elə düşünürlər ki, bəli, bunlarda anal çat var, babasil var, uzun müddət başlayıb müalicələr aparırlar. Lakin bir müddətdən sonra baxırlar ki, heç bir effekti yoxdur. Artıq onda həkimə müraciət edirlər. Biz baxırıq doğrudan da xəstədə heç bir anal çat, babasil yoxdur, amma xəstədə qaşınma var. Artıq belə bir qaşınma varsa, biz 3 şey haqqında düşünməliyik. Birinci, bağırsaqlarda göbələk olması, ikinci, qurdun olması, üçüncü isə sinir mənşəli qaşınmalardır. Yəni, hər üçü rast gəldiyimiz problemlərdən biridir. Düzdür, daha çox bunların içində bağırsaqlarda olan göbələk infeksiyasına daha çox rast gəlirik. Xəstədən nəcis analizi istəyirik, nəcis analizi verir, xəstədə göbələyin sayı artıq olur nəcisdə və biz başlayırıq artıq xəstəyə göbələk əleyhinə və probiotiklə müalicə veririk, amma uzun müddətli müalicə. Bundan sonra artıq xəstənin şikayətləri keçib gedir. Və yaxud yaşı nisbətən az olanlarda, uşaqlarda bu daha çox qurd mənşəli olur ki, yenə nəcis analizinə qurd tapılır, müalicə edirik profilaktik olaraq və yaxud xəstəliyi müalicə edirik, qaşınması keçir. Və üçüncü halda xəstənin heç bir problemi olmur. Dəfələrcə nəcis analizi verməyimizə baxmayaraq, orada nə qurd, nə göbələk çıxmır, amma xəstənin qaşınması davam edir. Burada artıq biz sinirsel düşünürük. Nevropatoloqla birlikdə müalicə aparılır. Yüngül nevroloji dərmanların tətbiqindən sonra xəstədə tam yaxşılaşma qeyd olunur. Buna görə, əgər anal qaşınmanız varsa, uzun müddət vaxt sərf edib, mazlardan, şamardan istifadə eləməyin. Həkimə müraciət edin, həkim sizin əlacınızı tapsın.